Vaxtınız xeyir olsun uşaqlar. İndi biz sizinlə 7-ci sinif fizika dərsliyindən cisimlərin elektrik yükü mövzusunun öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxmış olacaq. Və fikir və təklifləriniz varsa, rəy bölməsində yazaraq mənimlə bölüşə bilərsiniz. Başlayaq öyrəndiklərinizi tətbiq edin hissəsinə. Birinci sualda uşaqlar bizdən soruşur ki, hansı qüvvə elektronları nüvə ətrafında saxlayır? Diqqət edin, elektronları nüvə ətrafında saxlayır deyir. Biz bilirik ki, elektronlar mənfi yüklüdür, nüvə isə müsbət yüklüdür. Elektronlar mənfi, nüvə isə müsbət yüklüdür və bunlar arasında əlbəttə ki, nə olacaq uşaqlar? Əlbəttə ki, qarşılıqlı təsir, yəni cazibə qüvvəsi olur. Beləliklə, elektronların nüvə ilə elektronlar arasındakı elektrik cazibə qüvvəsi bu elektronları nüvə ətrafında saxlayır. Deməli, cazibə qüvvəsi yazardıq. Cəzb etmə. Səbəbini də açıqladıq ki, elektronlar mənfi, nüvə isə müsbət yüklü olduğuna görə. İkinci suala baxaq. Neytral atomun nüvəsində 6 proton var. Həmin atomun elektronlarının sayını tapın. Neytral atomun nüvəsində 6 proton varsa, əgər neytraldırsa, demək ki, elektron və protonların sayı bir-birinə bərabər olmalıdır. Elektronların sayı ilə protonların sayı bir-birinə bərabər olmalıdır. Məhz bu baxımdan əgər 6 proton varsa, demək ki, 6 ədəd də elektrona bərabərdir. Demək ki, həmin atomun elektronların sayını müəyyənləşdiririksə, n bərabərdir 6 qeyd edə bilərik. İstəyirsiniz bunu riyazi şəkildə bu şəkildə yaza bilərik. Neytral deyirsə, demək ki, son olaraq yükümüz sıfıra bərabərdir. Odur ki, yazaraq ki, müsbət 6 elektron üzərinə gəlsin, mənfi ny, burada elektronların sayıdır. Elektron mənfi olduğuna görə mənfi yazdım qarşısına. Bərabərdir sıfıra. Buradan yazaraq ki, 6e bərabərdir n elektrona və buradan n-i tapsaq, elektronlar çünki ixtisar gedib 6. Demək ki, elektronlarımızın sayı 6-ya bərabərdir. Bu şəkildə riyazi olaraq da sübut edə bilərik. Üçüncü suala baxaq. Hansı zərrəciklər arasında elektrik qarşılıqlı cəzb etmə qüvvəsi var? Aşağıdakı halların hər birini izah edin. Diqqət edək uşaqlar. Cəzb etmə nə zaman olar? Əks işarəli yüklər olduqda. Burada elektron, mənfi. Əgər hər ikisi eyni işarəlidirsə, demək ki, bunlar cəzb etmə olmayacaq. Bir-birini itələyəcək. İkincisində elektron, proton müxtəlif işarəli olduğuna görə bir-birini cəzb edəcək. Digər isə elektron və neytron isə yüksüz zərrəcikdir. Yüksüz olduğuna görə ümumiyyətlə bunlar arasında qarşılıqlı təsir yaranmayacaq. Demək ki, cəzb etmə deyirsə, B variantını götürməliyik. Sonra dördüncü suala baxaq. Dördüncü sualda elektrik yükü müsbət 4e olan ionun nüvəsində 16 proton var. Həmin iondakı elektronların sayını tapın. Gəlin, baxın, buradan qeyd edək. Necədir uşaqlar? Biz demişdik ki, elektrik yükü müsbət 4e'dir. Demək ki, elektron və protonları topladığım zaman sonuç olaraq cavabı müsbət 4e yazmalıyam. Yazaram o zaman. Mənfi ny, yəni elektronların sayı üzərinə gəlsin. 16 proton dediyinə görə burada yazacağım 16e. Bərabərdir. Elektrik yükü isə müsbət 4'ə bərabərdir. Odur ki, yazaram 4y'yə. Diqqət edək o zaman. Buradan biz məlum olmayan, fərqli rənglə yazım, məlum olmayan kəmiyyəti tapsaq, odur ki, yazarıq ki, ny bərabərdir, mənfisi də var qabağında, mənfi 12y'yə. E'lərimiz ixtisar gedəcək, yerdə qalacaq, n bərabərdir 12'yə. Və bu şəkildə biz elektronların sayını müəyyənləşdirmiş olaraq. Demək ki, nə qədər elektron var imiş, 12 ədəd elektron var imiş. İstəsəz bunu əslində şifahi də hesablaya bilərsiniz. Şifahi necə olardı? Baxın, protonların sayı 16'dır. Elektrik yükü müsbət 4'dür. Demək ki, elektronların sayı daha az imiş. Azdırsa, nə qədər azdır? 4 vahid azdır. 16'dan 4'ü çıxıb 12 yaza bilərdik. Amma riyazi yolla da bu şəkildə qeyd etmiş olaraq. Daha sonra 5-ci suala baxaq. Cisim elektrik yükü müsbət 9e'dir. Bu cümləsin nəyi ifadə edir? Baxın,
Cismin elektrik yükü müsbət 9E. Bu o deməkdir ki, yəni burada elektronların sayının protonların sayından 9 vahid az olduğunu göstərir. Müsbətdirsə, demək ki, ion müsbətdir. Yəni elektron əskikliyi var. Demək ki, protonların sayı elektronların sayından daha çoxdur. Bunu riyazi olaraq da yenə də sübut etmək istəsək, mənfi N-yə üzərinə gəlsin N2 bərabərdir 9Y-yə. Və buradan taparam ki, N2 çıxılsın N1 bərabərdir 9-a. Kirpirin protonların sayı elektronların sayından daha böyük olmuş oldu. Çünki N2 çıxılsın N1 bərabərdir 9. Belə uşaqlar, bu şəkildə biz 5-ci tapşırığı da izah etmiş olduq. Daha sonra keçək növbəti tapşırıq olan öyrəndiklərinizi yoxlayın hissəsinə. Öyrəndiklərinizi yoxlayın hissəsində bizdən soruşur ki, atom hansı zərrəciklərdən təşkil olunub? Onların elektrik yükü nəyə bərabərdir? Biz bilirik ki, atomu təşkil edən zərrəciklər elektronlardır, protonlar və neytronlardır. Yazarıq. Elektronlar, proton və neytron. Və sonra deyir, onların elektrik yükü nəyə bərabərdir? Elektrik yükünü də aşağısından yazaq. Elektronlar mənfi 1Y, protonlar müsbət 1, neytronlar isə yüksüzdür, neytraldır. 0 qeyd edə bilərik. İkinci sual, atom yüklü və yüksüz zərrəciklərdən təşkil olunduğu halda onun elektroneytral olmasının səbəbi nədir? Axı, atomun tərifi necədir uşaqlar? Atom müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektrondan ibarət elektroneytral hissəcikdir. İndi bizdən soruşur ki, niyə biz ona elektroneytral deyirik? Hansı ki biz ona axı deyirik müsbət yüklü nüvə və mənfi yüklü elektron. Sonda niyə burada elektroneytral yaranır ki? Bax, səbəb ondan ibarətdir ki, elektronların sayı protonların sayına bərabərdir. Və bu baxımdan burada qeyd edək, elektronların sayı protonların sayına bərabər olduğundan elektronların sayının üzərinə gələrək protonların sayı hər ikisi eyni olduğuna görə sonda 0 alınırıq. Yəni yüksüz zərrəcik. Hər bir elektron digər protonu neytrallaşdırdığına görə ən son olaraq elektroneytral hissəcik yaranmış olur. Yəni səbəb bundan ibarətdir. Tutaq ki, belə deyək, geniş izahı da burada vermək istəyirəm. Bir atom kimi qeyd edək və nüvəsini qırmızı rəngdə göstərək. Nüvəsində tutaq ki, 3 proton var. Əlbəttə ki, 3 neytron da var da burada. Eyni zamanda nə qədər elektron olacaq burada? Normal haldadırsa, stabil vəziyyətdədirsə, demək ki, 3 elektron olacaq. Fikir verin, hər bir proton hər bir elektronu neytrallaşdırır. Müsbət müsbətə, digər müsbət o biri mənfiyə və ən sonuncu müsbət də digər mənfiyə. Və nəticədə elektroneytral hissəcik yaranmış olur. Üçüncü suala baxaq indi. Üçüncü sualda deyir ki, ion nəyə deyilir? İon nədir? İon elektronunu itirmiş və ya əlavə elektron almış atoma ion deyilir. Atom elektron itirdikdə müsbət ion, elektron aldıqda isə mənfi iona çevrilir. Diqqət edin, biz burada ancaq elektrondan söhbət etdik. Proton demədik. Demədik ki, protonunu itirmiş və ya özünə əlavə proton almış. Proton hərəkət etmir. Orada zərrəciklərdən alış-veriş olursa, yalnız elektronlar arasında olur. Elektronunu itirmiş və yaxud da özünə əlavə elektron qəbul etmiş. Üçüncü sualda izah etdik və daha sonra keçək dördüncü suala. Burada dördüncü sual üçün özümüzə geniş bir yer açmağa əslində ehtiyac yoxdur. Dördüncü sualda rahat sualdır. Baxalım uşaqlar. Deyir ki, xlor ionunun nüvəsində 17 proton var. Həmin ionun mənfi olması üçün aşağıdakı şərtlərdən hansı ödənməlidir? Diqqət edin. Əgər nüvəsində 17 proton varsa, əgər 17 dənə də elektron olsa, baxın, müsbət 17, əgər 17 dənə də elektron olsa, bir-birini stabilləşdirəcək. Demək ki, elektronların sayı 17-dən daha çox, məsələn, 18 və daha çox da yəni olsa, demək ki,
elektronların sayı protonların sayından çox olduğuna görə nəticədə mənfi ion yaranmış olacaq. Bu baxımdan biz götürməliyik burada elektronların sayı 17-dən böyük olmalıdır. Yəni, səbəb budur. Növbəti 5-ci suala keçək. 5-ci sualda uşaqlar bizdən soruşur ki, müsbət lityum ionunun elektrik yükü müsbət 1-ə bərabərdir. Onun elektronlarının sayı 2 olarsa, protonların sayını tapın. Tapaq uşaqlar, biz demişdik nə? Demişdik ki, elektronların sayı üzərinə gəlsin, protonların sayı. Yazın burada, elektronların sayı, elektron n mənfi, üzərinə gəlsin, protonların sayı bərabər olacaq yüzsüz neytral halda olan atoma. İndi diqqət edək, elektrik yükü müsbət 1y-yə bərabərdir. Demək ki, burada müsbət 1y yazmalıyıq, 0 yox. O zaman qeyd edərək, fərqli rəng götürün. Müsbət 1 bax burada olmalıdır. Açıqlaması ilə qeyd etmək istəyirəm ki, yadınızda qalsın bir dəfəlik. Onun elektronların sayı 2 olarsa, demək ki, elektronların sayının yerində biz burada yazmalıyıq mənfi 2y. Üzərinə gəlsin, protonların sayı vermədiyinə görə n proton yazıram. Çünki protonların sayı məlum deyil axı. Ortasında da bərabər qoyduq. Baxın bu şəkildə elektrik yükünü aparıb qoyuruq yükün yerinə. Elektronların sayı, üzərinə gəlsin protonların sayı. İndi buradan n-i tapsaq uşaqlar. Yazarıq ki, deməli, n elektron bərabərdir 1y, üzərinə gəlsin 2y-yə. Burada gərək y yazardıq, proton kimi qeyd etməzdik. Düzəldək onu. N elektron. Onsuz da müsbət yazdığımıza görə artıq məlum olur ki, o müsbət proton deməkdir. Və buna görə qeyd etsək, yazaraq ki, ny bərabərdir 3y-yə. Buradan da n-i tapsaq 3-ə bərabərdir. Demək ki, protonlarımızın sayı 3-ə bərabər imiş. Bu şəkildə müəyyənləşdirmiş olduq uşaqlar. Daha sonra ən sonuncu 6-cı tapşırığa baxaq. 6-cı tapşırıqda bizdən soruşur ki, şəkildəki A və B zərrəcikləri hansı zərrəciklər ola bilər? Oxlar elektrik qüvvəsinin istiqamətini göstərir. Demək ki, fikir verəyin uşaqlar burada. A və B bir-birini itələyir. İtələyirsə, nə zaman itələmə qüvvəsi yaranır? Əlbəttə ki, bu zərrəciklər əgər eyni işarəli olarsa, demək ki, əgər eyni işarəli olarsa, ya bu müsbət olacaq hər ikisi, müsbət və yaxud da ki, çünki müsbət olarsa bir-birini itələyəcək və yaxud da ki, mənfi. Yenə də eyni işarəli olduğuna görə bir-birini itələmiş olacaq. Demək ki, A və B-nin yerində ya hər ikisi müsbət götürəcək, ya da hər ikisi mənfi götürmək olar. Belə uşaqlar, biz bu şəkildə sizinlə öyrəndiklərinizi yoxlayın və öyrəndiklərinizi tətbiq edin hissəsindəki tapşırıqları işləmiş olduq. Yenə də əgər anlamadığınız hansısa bir hissə varsa, rəy bölməsində yazaraq bizimlə bölüşə bilərsiniz. Sağ olun.